və həmçinin onları televizyonun qabağında və yaxud da telefonun qabağında çox oturmaqdan çəkindirməliyik. Bir çox valideynlər görürsən ki, deyir ki, açır bir multfilmi qoyur, gedib öz işimlə məşğul olum, bu başı qarışsın. Yox, doğru deyil. Doğru deyil. Uşaq da balacalıqdan belə multfilmlərə, seriallara baxmağa öyrənərsə, əlbəttə böyüyəndə də böyük fayda əldə etmək olmayacaq o uşaqdan. Və bu şeyləri tərk edə bilməyəcək uşaq, tərk edə bilməyəcək və doğru düzgün şəkildə valideyn tərbiyə etmək istəsə də tərbiyə edə bilməyəcək. Və uşaqdan elə bir şeylər işləyəcək ki, özü təəccüblənəcək ki, görəsən bunları hardan öyrənib. Yəni öyrəndiyi əsaslı yer haradır? Valideynin öz səbəbi ilə baxdığı o multfilmlər, baxdığı o seriallar və digər ona oxşar şeylər. Ona görə valideyn bu şeylərə diqqət yetirməlidir. Əgər televizorun qabağında uşaq oturub nəyəsə baxacaqsa, telefonda hər hansısa bir şey baxacaqsa, yəni xeyirli olan bir şeylərə baxsın. Xeyirli olan bir şeylərə baxsın. Məsələn, multfilmlər hansı ki, dindən bəhs edən, dindən danışan multfilmlər var. Peyğəmbərlərin həyatlarından, səhabələrin həyatından. Belə multfilmlərə baxdırsın, belə multfilmlərə sövq eləsin uşaqları. Hətta faydalansın uşaq, yəni korlanmasın bu yaş həddində.